Bugün Başlı Belin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 113 gün düşmən arxasında mübarizə, Başlı Bel qətliamının bilinməyən tərəflərini əhaliyə çatdırılması layihəsi həyata keçirilir. Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi əsasında keçirilir. Layihənin eksperti Xalid müəllim digər məsələləri danışır. Layihənin əsas məqsədi Ermənistanın Başlı Bel kəndində törətdiyi qətliam, mülki insanların 113 gün düşmən arxasında yaşadığı və apardığı partisan müharibəsi, bu partisan müharibəsi zamanı mülki insanların qorunması sahəsində həmin hadisə iştirakçılarının göstərdiyi qəhrəmanlıq, onların şücaətini geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur. Bu layihənin ilkin tərəfidir. Layihə çərçivəsində ilkin olaraq onların yaşadığı iki kağıda video çəkiliş və şahidlərin dilindən hadisələrin qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsində isə bu hadisələr gənc nəslə, xüsusən universitetlərdə təhsil alan gənclərə çatdırılması nəzərdə tutulur. Demək 1993-cü ildə biz aprel ayında o döyüşdən sonra, atışmadan sonra, yəni ermənilər qıcaq hücum eləyəndən sonra Dəmir kağızında bir 2 gün, 3 gün qaldıqdan sonra o hava şəraitinə əlaqədar olaraq nəzərə tutduq ki, biz yenidən bu barıtlı kağızda deyilən bu əraziyə gələk. Gəldik biz 6 nəfər gəldik, gecə qaldıq burada. Bura biraz təhlükəsiz olduğuna görə. Ona baxmayaraq, yəni bizim eyni ilə Nəbinin kağızında olduğu kimi heç bir ərzağımız, heç bir yatacağımız olmamışdı. Eyni ilə burada da həmin bir variant var. Ona görə də gəldik bura. Gələndən sonra mən yaralı olduğuma görə, məzahir yaralı olduğuna görə biz ikimiz qaldıq burada. Qalan yoldaşlar yenidən qayıtdılar əvvəlki o bizim atışma olan əraziyə, Tortda deyilən bir ərazidə. Və getdilər onlar oradan demək, çörək qırıqları gətirmişlər, həmin qənd, pesov, belə şeylər gətirmişlər. Həmin gecəsi biz burada o ərzaqdan istifadə elədik. Səhərsi günü açılandan sonra bizim yoldaşlardan Allah rəhmət eləsin, Xasay rəhmətə gedikdi. Xasay dedi ki, mən bir qaydım dedim, Nəbinin kağızı tərəflərə baxmıyorum, qoyundan, keçidən, nəsə bir şey qalıbsa, belə bir şey qalıbsa, yəni görək, ola bilsin ki, heyvan dağılmışdı o vaxtı düzdən. Və getdi, gəldi, dedi ki, bəs Nəbinin kağızı istiqamətində dəlik daş deyilən idi. Orada kağıda, qayada bir dənə keçi gördüm. Təzədəndən bizim uşaqlar, yəni bizim yoldaşlar yenidən qayıtdılar, getdilər, həmin keçini tutdular, gətirdilər. Gətirdik, burada uşaqlar onu kəsdilər və burada da belə götürək, duz yox, heç bir şey yox. Sadəcə olaraq bir dənə ocaq başladılar qalamağa. Belə əti, həmin onun şalatın, ətin ocaqda pişirdilər ki, yəni acından olmadı. Və bizim burada, yəni bu məskunda açdığımız kağıda bizim bir dənə inəyimiz də vardı. Hansı ki, biz o inəyi saxlayırdıq, onun südündən, qatığından istifadə edirdik. Çünki bizim burada müasirədə qalan insanların içərisində körpə uşaqlar vardı, ahıl insanlar vardı. Mütəmadi olaraq biz daimi o inəyin südündən, qatığından istifadə edirdik. Beləliklə, bax, biz hər gün günlərimizi sayırdıq. Sözün açığı, belə heç ömrü boyu inanmazdıq ki, biz, yəni ki, heç bir ümidimiz qalmamışdı ki, biz buradan sağ çıxarıq, gedərik, çıxarıq. Yəni, çox belə, necə deyim, danışmaq biraz çətindir mənim üçün. Həm də ki, neçə illərdir, yəni uzun müddət arada fasilə olur, 30 ildir artıq olduğuna görə müəyyən şeylər yaddaşımızdan sırılır. Mən çox danışmaq istəmirəm. Yəni, Allah'ın mücümlə şükür ki, torpaqlarımıza qovuşduq. Min şükür Allah. Min şükür yenə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, xalqımıza, millətimizə, dövlətimizə. Allah'ın mücümlə şükür. Bura bizim qoxmamızdır. Biz hər gün axşam, yəni gündüzdən gedib kəşfiyyat kimi kəndi izləyərdik. Ermənilər hansı tərəfdə qalırlar, harada qalırlar. Biz onları izləyirdik ki, biz axşam haradasa gedib ərzaq zat gətirməkdən ötəri.
Buradan düşərdik, gedərdik kəndin baş hissəsində biraz dayanardıq. Sonra bir-iki nəfər biraz qabağa gedib izləyir, sonra bu kartof quyularının yerlərini bilirdi əvvəlcədən. Kartof gedib çıxardardıq kənddən. Evlərə girəndə, yəni o vaxtı unu gətir yeşiklərə tökürdülər. Yeşiklərdə ancaq unu yığardıq, meşoblara yığıb. Və dəstə ardısa 7-8 nəfər dəstə çiyinlərində odun, bellərində yük, qayıdıq gəlirdik, gəlib səhər-səhər çıxırdıq Bükahıya. Hər gün ardıcıl olaraq həmin şeylər həyata keçirilirdi. Yəni, ərzaq məsələsini ancaq kənddən biz cavanlar gətirərdik. Deməli, burada bizim yeməyimiz burada olardı. Hər gündə radyo qulaq asardıq. Bizim burada bir balaca əl radiyomuz vardı. Ancaq xəbərləri izləyərdik ki, görək Azərbaycan ordusu hara kimi gedib, ağlaş buradan. Onu da dəqiq bilirdik ki, bizim ordumuz Mürov ətəklərindədir. Yəni, Mürovun o bir tərəfləri. Bizim bəzi tərəfdə ordumuz yox. Amma bura bizim Qıxnamız, Qımdan yuxarı bizim bir 5-6 yerdə yatacaq yerləri, yəni o yuxarıda əskərlərimiz hamısı yuxarıda belə balaca bir özlərinə yer eləmişlər daşın deşiklərində, yəni orada çıxıb istirahət edərdilər. Ardıcıl olaraq da bu Kanın yuxarı hissələrində post qurulmuşdu, izlənilirdi. Bir dənə daşın dağında 2-2 oturardıq, dəyişərdik, izləyərdik, görərdik, bəli, erməni gəlir, gəlmir. Yəni, o post kimi də onu da yaratmışdıq ki, yəni təhlükəsizliyini təmin edək. Belə də bu 113 gün bizim bu yük daşımamız, burada bu ağır həyatı yaşamamız bizə qismət oldu ki, onu burada yaşadıq da biz ölmədik. Ermənilərin öldürülüklərini, müəyyən qismlərini dəfn edə bildik. Amma bizim ora sağ getməyimizi də bilmək olmadı. Yəni bir ümidimiz var idi ki, bir ümidlə yaşayırdıq ki, biz də gedə biləcəyik. Çünki bizim əsasən yanımızda o yaralılar vardı. Şəhriyarın qolu elə bir vəziyyətdəydi ki, Allah'ın olsun. 3 ay şəxsən böyük insan olsaydı özünün evdə, o 3 ay çox zulüm çəkdi. Çox zulüm çəkdi o qolunu. Sərmaya onu kimi çox əziyyət çəkdi yarasından, Elşad onu kimi çox. Həm də soyuq havalardı, hamısını İsmətin özünün yarasından çirk gələ-gələ o bir gün burada dayanmadı. Bizlə bərabər kəndə getdi, gəldi, özü də qabaqda gedib gəldi. Belə bir ağır həyatı yaşadıq. Bugünə şükür gəldik. Bir gün gəlib burada bu çətin günlərimizi, olduğumuz yerləri gördük. Adam çox həyəcanlanır. Çox şeylər belə bilirsin nətərdir. Adamın yadından çıxır, həyəcandan çıxır. Bir dəfə adam nə bilim buraları görür, xəyalına o qədər şeylər gəlir ki, danışır. Elə bilirsən ki, həmin həyatın içindəsin. Çox bilirsən nətərdir. Adam özünü zorla tutur ki, göz yaşını saxlaya bilsin. Gəlirsən, hərləndiyimiz yerləri, yükü hara kimi daşıyıb aparıb qoyduğumuz yerləri, necə çətinliklə o yükün, odunun, yanacağın bura gətirilməsi. Adam sana fikirləşir, adam çox kövrəlir, çox. Yenə bugünə şükür. Bugünə şükür gəldik, yenə sizlərlə gəldik, buraları çəkirsiniz, ictimailəşdirirsiniz. Qismət Allah'tan görək, axırım sağ edəcək. İnşallah yaxşı olar bugündən belə. Deməli biz may ayının 7-8-i Nəbikəsində məsuliyyətdə bura düşəndən sonra Bartu kağları, yazılan kağlarımız bizim məşğullaşdığımız kağlardan növbəti bir kağımız da bu kağıdır. Biz burada bir neçə kağıda insanların çoxluğuna nəzər alaraq bir neçə kağıda məşğullaşmışdıq. Həmin kağların birində hal-hazırda oturup biz söhbət edirik. Bilirsiniz, bu hadisələr haqqında danışmaq
çox da asan bir şey deyil. Qayıdırsan həmin tarixə, həmin günlərə, həmin hadisələri eynən təkrarən yaşayırsan və həmin o çəkdiyin istirafları bir daha öz içində mənəvi cəhətdən bir də çəkirsən. Ağırdır, danışmaq da ağırdır, xatırlamaq da ağırdır. Eləcə də o əzab-əziyyət başqa bir şey, o çəkdiyimiz o yük daşımadan tutmuş, arsızlıq daşımadan tutmuş hamısı bir tərəfə, bizim içəridən çəkdiyimiz daha bir böyük istiraf, özümüz üçün planlar qurub, gecə-gündüz fikirləşmədən biz bu hadisədən, bu cəhənnəm əzabından necə qurtulacaq, bu haqqında fikirləşirdik və elə olur ki, gecələr kəndə düşməyəndə də yoldaşlarla yığılıb burada onun haqqında məsləhətləşmələr aparırdıq, planlar qururduq. Onu qeyd edim ki, biz 2 dəfə ya da 3 dəfə, tam dəqiqliyini deyə bilmərəm, biz Sərsər çayını gedib yoxlayıb, bu boyda məsafərini gedib yoxlayıb geri qayıtmışıq. Biz körpüdən qorxurduq, körpülərdən keçməyə ki, ola bilər körpülərdə hansısa bir mina olar. Ona görə nəzərimizdən keçdik ki, ancaq Sərsər çayından biz xilas ola bilərik. Ona görə 2 dəfə və 3 dəfə də biz gedib Sərsər çayını yoxlayıb geri qayıdıb, Sərsər çayının amansız olduğunu, keçiləsi olmadığını nəzərə alaraq biz gözləməməklə dayandıq ki, bir müddət gözləyək. Və nəhayət iyul ayının 2-ci günü, biri günü Çobdar Şəkərəm kəndindən İsmail Bağban tapdıq ki, bizim kəndə gəldilər. Bizim kahalar da burada görüşdük və onlar getməyi dedilər ki, biz sabah çıxmaq istəyirik. Allah rəhmət eləsin. Qədim dayı bizim kahada idi, bizlə bir yerdə yaşayırdıq burada. Əzab-əziyyəti, bu zülmü çəkənlərdən biri də Qədim dayı idi. Qədim dayı İsmail kişi ilə yezinə qayın idi və İsmail kişi Qədim dayını özlərindən aparmağa mənə təklif elədi. Mən İsmail dayıya dedim ki, İsmail dayı, Allah köməyiniz olsun, artıq kimi götürə bilirsinizsə bizim üçün böyük köməkdir. Çünki biz 30 nəfərik, bunlar cəmisi 7 nəfərdir. Hem nə qədər adam götürə bilirsiniz, götürün. Allah sizdən razı olsun. İsmail kişi də ancaq Qədim dayını aparmağa dedi ki, yox, Qədim dayını gedəcək. Nəzir məsləhətləşdik, razılaşdıq ki, Qədim dayı geçsin. Mən bir məktub deyək də, bir balaca bir kağız yazdım. Verdim bunlara və bunlara uğurlu yol arzuladıq. Və dedim ki, inşallah sağ-salamat gedib çıxsanız, Xanlar rayonunda, o vaxtki Xanlar, indiki Göygöl rayonunda mənim böyük qardaşım Seyfəli yaşayırdı. Dedim, inşallah gedib sağ-salamat çıxsanız, bu kağızı, məktub parçasını verərsiniz mənim böyük qardaşıma. Və orada da qeyd eləmişdim ki, Seyfəli, biz hələ ki sağ-salamat yaşayırıq buralarda. Belə deyim, bizim radyomuz var. İnşallah ki, bu insanlar gəlib çıxsa, sağ-salamat gəlib çıxsa, bizə radyo vasitəsindən parol şəklində məlumat verərsiniz. Aynı 2-ci gün İsmail kişi, Qədim dayı yola düşdü. 7 günə bu insanlar gedib çıxır. Həmin o Göygöl rayona, Xanlar rayona və məktubu mənim qardaşıma çatdırırlar. Biz bu məlumatı ayın 12-si günorta saat 2 xəbərlər proqramında bu məlumatı eşitdik. Məlumatı eyni ilə olduğu kimi deyim. Məlumat belə idi. Kəlbəcər rayonunun Çobdar Şəkərəm kəndindən və Başlıbel kəndindən İsmail tapdıq Bağban kişi, Başlıbel kəndindən Qədim kişi hal-hazırda Xanlar rayonunda Kəlbəcər rayonunun qərargahındadılar. Eşat və İsmət Əzizovlardan xahiş olunur ki, görüşmək üçün təcili qərargahı gəlsinlər. Bilirsiniz, bu 4 ay başlı qaldığımız bir zülmün zillətin içindən bir ümid işığı nəhayət gördük və o sevinci demək, onu təsəvvür edilmək bambaşqa bir şeydir. Qucaqlaşdıq, uşaqlarla ağlaşan kim, gülüşən kim, nə deyim, vallahi çox oradan bambaşqa bir səhnə idi o səhnə. Və axşam Ələsgər dayı rəhmətlik məsləhət gördük ki, inəyi kəsək.
inəyi kəsilsin. 2-3 gün yol üçün azuqalar hazırlansın və 2-3 gündə nə yeyə bilsək, bu inəyin ətindən burada heç olmasa uzun müddətli ət yeməyi yeməyən adamlar nəhayət ətdən də biraz yeyirlər. Təbii ki, insanın qanadı olsa bəlkə də həmin vaxt düşə bilərdi. O sevinçdən, o hadisəni eşidən, o xəbəri eşidəndən sonra. Və inək kəsildi axşam. Eyni ilə Ələsgər dayının dediyi kimi hazırlıqlara başlanıldı, yol tədarüklərinə başlanıldı və burada yemək üçün özümüzə yeməklər hazırlandı. 30 nəfər adam, 29 nəfər, qədim dayını yola salmışdı, 29 nəfər adam hamı bir süfrə başında əyləşdik və Allahın bu günə şükürlər olsun, nəhayət ümid var, çıxa biləcəyik. 17-si günü 16-sı günü əmoğlu Eşat və Mahirlə sonuncu dəfə mən kəndə düşüb dayımın qəbrini ziyarət edib. Və nəhayət 17-si günü bu çağlardan biz vidalaşdıq. Ağcağa diyarına çatanda sonuncu dəfə torpağımdan öptüm və bir daha görüb Bəs necə getdiniz, necə çatdınız? Deməli, buradan çıxanda biz yolu 3 tutkaya nəzərdə aldıq ki, 3 tutkaya yolu çəkə biləcəyik, muralaşa biləcəyik inşallah. Və özgəni də haradasa 3 tutkalıq götürdük özümüzə. Biz getdik, bizim Ağcalı yaylanından keçəndə bizdə Xasay rəhmətli dedi ki, mənim kağıda biraz yeşim qalıb qayıtmaq lazımdır. Sənədlər qalmışdı. Və Xasay oradan təzdən geri qaydası oldu. Biz ona görə yol 3 tutka yox, 4 tutkalıq oldu yolumuz. 1 tutkalı əliyyəsi oldu. Nəhayət Xasay gedib qayıdandan sonra biz səhərə yaxın Düzey Çirkin kəndinə düşdük. Axşama qədər Düzey Çirkində qaldıq. Çünki tərsərdən yolu keçəsiyiz. Biz ancaq o yolu qaranlıq keçməliyik. Hər saat maşınlar keçir. Ona görə Düzey Çirkində axşamı qədər gözləyib, axşam düşdük Tərsər çayının qırağına. Özümüzdən gedəndə kəndir götürmüşdük. Çayın bir tərəfini kəndiri bağlayıb, sonra Mahirlə, yoldaşlardan bir-iki nəfərlə birdən tutaq Tərsəri keçib o yüzden kəndirin o birik başında orada bağladıq. Və cəmaatı 3 saat müddətində cəmaatı çaydan keçirməyə başladı. Qadınlar, uşaqlar, elə kişilər vardı ki, onların da bəzisi belimizdə keçirildik. 3 saatda çaydan keçib, qalxdıq, tanımırdıq. Biz günüzdən gəldik, Ələkbərlə danışdıq ki, sən bugün günüzdən Ələsgər babanı da götür, düş yola, geyit, sabah gəlib saat çatdıracaq. Razılaşdıq, sonra səhər-səhər biz durduq ki, ayın 17-si səhər-səhər səfərimiz. Durduq ki, Ələsgər baba buradadır. Ələkbərdən soruşduq, niyə aparım olsan, dedi ki, gitmək istəmir. Deyir, mənə görə özünüzü qılğına verməyin, uşaqlara apar. Bir neçə postları gördük, hansı ki, biz o kətləri dəqiq tanımırdıq, elə sonradan eşitdim ki, Dəmirçidan, Cəmilli kətləri o tərəfdə. Onların bir yerdə postların 2 postun arasından keçəsi oldu, Qoşqara tərəf. Sonra həmin günü günüzü qaldı, orada bir dənə tövlə vardı.
hansı ki o vaxtı kazanma kimi istifadə olunurdu əsgərlərin. Getdik, tövlərin arxasında girdik arduz ağaçlarına. Oranı gözlədik, gecə düşsün. Gecə düşəndən sonra başladıq Qoşqar dağını qalxmağa. Və qalxıb Qoşqar dağının başına çıxanda bir tərəfdə işıqları gördük. Amma hansı istiqamət olmağını şəxsən mən bilmirdim ki, bura hansı istiqamət ola bilər. Oradan yendik, Qoşqar dağını yendik, o yolda it yolu deyilən yer var, sonradan bizə dedilər ki, ora it yoludur. Qalxdıq Murovun bir tərəfinə açdıq və gəlib Murovun o bir tərəf ətərindən baxdıq, gördük yaylaq yerləri görükür. Çoban boyuna açıq yaylaqdan dağa tərəf qalxmışdıq, yaxınlaşdıq və düşdük onun yanına ki, soruşduq ki, bura haradır. Dedi, bura Daşkəsənin Zibilyan yaylağı. Deməli, biz Alaxancalıya düşdük. Alaxancaldan qabaq Zibilyanın yaylağındakı cəmaat bizi çox isti qarşıladılar. Hərə öz evindən biri qatıq gətirir, biri qaymaq gətirir, biri pendir gətirir və Alaxancalıya düşəsi olduq. Alaxancalıda cəmaat körpədən tutmuş böyüyə qədər bütün kənd cəmaat söküldü. Həmin çayın qırağında açılan o sürənin kənarında. Təbii ki, hamı maraqlanır. İçimizdə qadın var, uşaq var. Amma bəs bu vaxta qədər necə qalmışsınız, nə cür qalmışsınız? Hər əlində bir dəsmal biz danışırıq, bunlar ağlaşır. Elə bil bizimlə bərabər bu hadisəni onlar da yaşayırdı. Və nəhayət axşam düşəndə bizə qəzərli maşın təşkil olundu. Həmin qəzərli maşından biz Daşkəsən mərkəzinə çıxartdılar. Burada isə icra hakimiyyətindən tutmuş, baş prokurordan tutmuş. Başqa rəhbər şəxslər gəldi. Eləcə də həkim bir qardaş gəldi. Bizim yaralılara, yaralmış şəxsləri bir müayinədən keçirdilər. Ən ağır yaramız körpə uşaq Şəhriyar idi. 3 yaşında olan Şəhriyar. Amma bunu deyim ki, o insanın qolu bir barmaq önündə bir sümükdən asılı qalmışdı. Anası onu kəsib atmağını da bizə xahiş edir, kəsin atın. Çünki ümid yox idi ki, bu qol sağalacaq. Onu deyim ki, biz Daşkəsənə gedəndə həmin qolundan o uşaq yüngül də şey olsa götürə bilir. Və həkim müayinə edəndə həkim qayıtdı ki, siz bunu nəyinə sağaltmışsınız? Bu, yəni, mümkün olan şey deyil ki, belə bir qol sağalsın. Buna da dedik, gəlmiş çatan şey nə idi? Toyuq dərisi, tapanla toyuğu. Balı, tapanda bal qoymuşuq. Bir də Allahın verdiyi o təbii otlardan zaten elə dağlı çayla, belə şeylərlə Rabbi sağlam. Allah rəhmət eləsin, Hümbət əmi bizlə bərabər həmin kağıda yaşayıb və bizim yaralarımızın sarınmasında, sağalmasında Hümbət əminin və Ağdamlı məzahirinin çox böyük rol olubdu. O iki insan bizim yaralarla məşğul olubdu. Hümbət əminin yara sağaltmağı, Şəhriyanın yarasını sağaltmağı, Sərmayenin yarasını sağaltmağı doğrudan da həqiqətən bir möcüzə idi. Biz Daşkəsənə gələndən sonra Daşkəsən rayonundan mənim qardaşım, böyük qardaşım Daşkəsən rayonunun Bayan kəndində o vaxt təyinatına gəlmişdi orada. Oradakı insanlarla əlaqəsi vardı, yəni tanıyırdılar deyin. Onun bir fəhləsi vardı, ona söhbət eləmişdik, bəs mənim qardaşım mühasirədə qalıb, çıxa bilməyib, belə də danışıb. O da Daşkəsəndə yaşayır. Biz ora Daşkəsənə gələndə o adam bilibdi ki, biz mühasirədən çıxmışıq. Oradan Daşkəsəndən gəlib mənim qardaşıma məlumat verib ki, bəs nə muştuluğumu ver, nə deyirsən ki, mən sənin qardaşından sabit dəqiq məlumat verim. Və biz Daşkəsəndə demək nə olur, sonra səhv eləməkdir. Mahir, sən gəlmişdin mi? Sən, mən, İsmət, Lalər, Həcər, qardaşı Vəkil. Bir də Sevil. Biz gəldik qardaşım gələ. İnanırsan, onlar biləndə ki, gəlib o körpü var idi orada, Daşkəsənin Bayan kəndində. Mənim qardaşlarımızı istəyirəm, atam, anam. Onlar hamısı ayaq yalın, o boyda yolu gəldilər də, nə cür orada, nə bilim. Bizim mülkülərlə Vayenliləri ayırdılar. Biz Vayenliləri apardılar Üçtəpələrə, qoşdular Vayenliyə.
səhər idi. Səhər razbortda komandir gəldi. Komandira dedi ki, biz belə mühasirədən çıxmışıq, bizi bura gətirirlər, bizim ailələrimizin xəbəri yox. Ona deyir, sizi bura kim gətirib? Bizi də ora bir polis aparmışdı. Heç polisin də adını bilmirdik. Nəsə gəldi, dedi ki, gözləyin burada, sizi aparacam Zaur Ruzayevlə görüşəsiniz. General Zaur Ruzayev. Nəsə bizi gətirdilər o generalın ştaba. Zaur Ruzayev gəldi, oturmuşduq, gəldi belə bizi qarşıladı, durdu. Bir dəstə hərbiçi ilə girmişdi içəri. Belə bizlə görüşə keçdi. O qayıtdı, o uşaqlara dedi ki, görürsünüz, o öz həmkarlarına dedi, bunların əziyyət çəkməkləri sifətlərindən görsənirmi? Bir mayor dedi ki, bəli, görsənir. Yadımdan çıxıb, atamgil gəlib çıxmışdı Gəncəyə. Atam, bəli, eşitmişdi, mən atamı görəndə tanımadım, Allah hamd olsun, beli bükülmüşdü, saqqal basıb, hamısına Allah rəhmət etsin. Mənim böyük qardaşım Seyfəli Göygöldə xanımlar evində yaşayır. Getdi ora. Anam, atam Bakıdaydılar. Bir Seyfəli Göygöldə yaşayırdı. Nəysə Fazil maşın təşkil elədi. Fazillə bərabər əmim rəhmətliklə bizimlə bərabər getdi xanımlar evində. Fazil dedi ki, siz maşının üstündə özünüzü görsətməyin. Mən Seyfəlidən biraz belə deyək də, bir məcələrin biraz soruşun, bir görün, bir xəbər yoxdur. Nəysə, qapının zvanokunu bastı və Seyfəli 2-ci mərtəbədən qapını açdı. Baxdı ki, Fazilli dedi, ay Seyfəli, bir xəbər yoxdur ki, dedi, heç bir xəbər yox. Və mən də maşının üstündən elə bir arada başımı çıxardım. Heç olmasa bir baxıram, prost ürəyim partlayıb, mən görüşməliyəm. Amma Fazil də şeylikli dayanır. Nəysə, bir dəfə belə başımı qaldırıb, 2 dəfə Seyfəlinin gözünə mən o başımı qaldırıb, o hadisəni görülməyi və o səs mənim qulağımda nə qədər qalır. İsmət deyib, pilləkənlə Seyfəli necə kullanırsa, nə deyim bana, o qovuşmaq, o həsrət, o şey nəhayət sona çatmışdır.